Avtomobillərin diaqnostikasını aparır, ehtiyat hissələrini, zərgər dəqiqliyi tələb edən hər hansı, hətta ən kiçik elektronik qurğuları belə təmir edir. Bu işlər ilk baxışdan təəccüblü gəlməyə bilər. Lakin bütün bunları edən birinci qrup gözdən əlildir. 34 yaşlı Lənkəran sakini Tapdıq Əkbərov anadan gəlmə görmə qüsurludur. Lakin bununla belə həvəs göstərdiyi işdə bunu özünə maneə hesab etmir. O artıq uzun illərdir ki, elektrik kimi fəaliyyət göstərir. 8 yaşımdan elektronika ilə əvvəlcə xırda elementlərdən başladım qurmaya, quraşdırmaya. Sonra gördüm alınır məndə. Başladım yeni işlər görməyə, mikrokontrollerlərlə işləməyə, proqramlaşdırmanı öyrəndim. Ən yaxşı iş burada avtodiaqnostikada, onu seçdim. 2007-dən bu yana da işləyirəm. Zaman keçdikcə daha mürəkkəb təmir işlərinin öhdəsindən gəlmək üçün isə o yeni yollar, üsullar axtarır. Məsələn, elə kompüterinə yazdırdığı proqram ona monitorda yazılanları görmədən belə əməliyyatları həyata keçirməyə imkan verir. Səsli proqramdır. O ekranı oxuyur mənim üçün, mən bütün parametrləri orada eşidib qarantiyasını verə bilirəm. Daim öyrənməyə və yeni nəsə yaratmağa həvəsli olduğunu deyən Tapdıq usta özü kimi fiziki qüsurlu digər insanları da həvəsdən düşməməyə çağırır. O hesab edir ki, həyat onlardan hər hansı bir bacarığı alsa da digər imkanlar hesabına istedadlarını göstərə və cəmiyyətə öz töhfələrini verə bilərlər. Məhəmməd Rzayev, Hicran Şükürov, Lənkəran.